Sizin torpaq neçə sotdur? 15-16 olar. 8 saat. Hə, nə fərqi var? 8 ya 15. Keçən səfər hələ rayona getdik. Düz 3000 pulum çıxdı mənim. 1000 manat. Bu marketlə bu zapravkan pulunu saymısan. Hələ biz Dubayda olanda düz 60 dərəcə isti var idi. 40 dərəcə, 40. 40-da adamın ürəyi sıxılmır da, mənim ürəyim sıxılırdı, 60 idi. Mən bilmirəm. Dəhşətdir. Keçən səfər qaqam bir dənə balıq tutdu. Düz 5 kilo. Kilo yarım. 5 kiloydu mən onu sağ verəndə. Sən pişirin 10 kilo yarım elədin. Bu telefon neçə almısan? Telefonu 5 manat. 5 manat? Bəli. Biz gündəlik 5 manat ödəməklə Vivo V70 telefonunu əldə etdik. Baku Electronics'də yayın ritmini tut kampaniyası başlayıb. Nağd alışda 60%dək endirimlər və endirimli məhsulları 18 ayədək faizsiz bölmə imkanı var. Kampaniya 14 avqusta qədər davam edir. Günə 5 manat ödəməklə bu məhsulları əldə edə bilərsiniz. Sizin ev neçə kvadratdır, ona uyğun kondisioner məsləhət görək. hardasa 500 kvadrat olar. 250. Nə fərqi var? 500-yə 250. Eyni şeydir də.